Üzəri şokolad ilə tam örtülmüş silindr şəklindəki dondurmanın oturacağı radiusu 2,2, hündürlüyü 6,4, şokoladın qalınlığı 2 millimetr olduğunu bilərək. Silindr formalıdır. Bu olsun bizim silindr formalı, tutaq ki, biraz uzun. Belə şokoladımız, yəni dondurmamız. Dondurmanın həcmi şokoladsız nə qədərdir? Bunun üstü, ətraf, hər yeri şokoladla örtülüb. Hər tərəfi şokoladla örtülüb. İndi bizə deyir ki, şokoladın qalınlığı hər tərəfdən 2 millimetrdir. Bax, burada 2 millimetrdir, burada 2 millimetrdir, burada da 2 millimetrdir, burada da 2 millimetr var. Ətrafı örtülüb. İndi bizə deyir ki, hündür oturacağı radiusu 2,2-dir. Bax, bu radius 2,2, bax, buradan bura qədərdir. Buradan bura qədər 2,2-dirsə, bəs bura nə qədər olur? Bu 2 millimetrdirsə, qalır burada 2. 2, yəni 2 santimetr buradır. Radius oldu 2 santimetr. Yəni şokoladsız hissənin radiusundan söhbət gedir. Sonra hündürlüyü 6,4. Hündürlük buradan bura qədər ölçək ki, daha rahat görək. Bu da ola bilər əslində, fərqi yoxdur. Hündürlük buradan bura qədər 6,4-dür. İndi bizə şokoladsız formasının hündürlüyü lazımdırsa, bax bu içəridəki hündürlük lazımdır. 2 millimetr buradır, 2 millimetr buradadır, elədir 4 millimetr. 6,4-dən çıxırıq, eləyir 6 santimetr. Çatdı burası da. İndi həzmini hesablayaq. Əsas bunları tapmaq idi. V bərabərdir. Pi r kvadratı vurulsun h. Yəni pi vurulsun, r'miz 2-dir, 4. H da 6-dır, 24 pi.